Salam, necəsiniz? Ümid edirəm ki, yaxşısınız və hər şey yolundadır. Mən hər gün Instagram arşivimə baxıram ki, illər öncə Əminə nə edib, niyə bunu paylaşıb deyə özümü analiz edirəm. Və bir-iki gün bundan öncə də arşivimə baxarkən baxdım ki, mən YouTube videomu paylaşdığım illər artıq üzərindən 1 il keçir. 1 il öncə idi. Ağlımda elə bir düşüncə vardı yenidən video çəkmək. Yayda ancaq video çəkirəm. Çünki yayda aşırı enerji oluram. Qışda isə qış yuxusunda oluram. Daha melankolik takılıram. Və dünən də eyni anda 3-4 dostumun, 3-4 tanışımın Əmin artıq videolar çəksəmmi, biz sənin videolarına baxırıq dedikdən sonra qərara gəldim ki, bunu eləyə bilərəm. Bu videoları özüm öz fikirlərimi paylaşmaq üçün həm çəkirəm, düzdür də. Amma əsas önəmli olan odur ki, digər insanların da fikirlərini bilmək istəyirəm. Mənim üçün çox maraqlıdır, onlar nə düşünür. Məsələn, mən hal-hazırda bu videoda çəkəndə 1 il ərzində dəyişilən mənlə bağlı video çəkmək istəyirəm ki, 1 il ərzində nələri öyrəndim, nələrin fərqinə vardım, nələri gördüm də. Və istəyirəm ki, sizlər də məsələn paylaşasınız ki, siz nələri gördünüz, nələri analiz etdiniz. Düzdür, yanıt verənlər var. Məsələn, əsasən Instagramda cavab verirlər storyya yanıt olaraqdan baxdıqdan sonra. Yenə də cavab verə bilərsiniz. 1 il ərzində dəyişən mən, bundan öncəki mən və hal-hazırdakı mənlə bağlı. Bu 1 il ərzində mən 1 il bundan öncəyə qədər də zaten həyatımda heç bir zaman nifrət duyğusuna yer verən bir insan olmamışam. Nə bilim, yəni nifrət məni çəkən, nə bilim, bütün enerjimi çəkən bir duyğuydu, neqativ bir duyğuydu və mən neqativ duyğunun, yəni öz seçimim olaraqdan mənə yaxşı gəlmədiyini, mənə yaxşı hiss elətdirmədiyini o qədər yaxşı bilirdim ki, və ona görə də o duyğunun var olmasını həqiqətən də istəmirdim. Ona görə də nifrəti heç bir zaman seçmirdim. Amma bu bir ərzində aşırı çox nifrət duyğusunun nə olduğunu bildiyim 1-2-3 gün falan oldu. Çünki o duyğunun fərqinə vardım. Oturdum, baxdım, dedim mənə ona nifrət etməmə olan səbəb nədir ki, nəyə görə bu duyğunu yaşayıram və bu nifrətin səbəbi nədir, qaynağı hardan gəlir? Əminə, sən həqiqətən busanmı, yəni bunu etmək istəyirsənmi deyə düşündüm. Və bunu aydınlaşdırandan sonra baxdım ki, artıq məndə o nifrət duyğusu yoxdur və bütün enerjimi çəkmirdi. Mən olaraq qala bilirəm artıq. Və ən önəmli şeylərdən biri də həyatımıza daxil olan insanları mən həmişə düşünürdüm ki, bir təsadüf olaraq həyatımıza daxil olurlar. Amma əslində təsadüf deyilmişlər. Fərqinə vardığım oldu ki, həyatımıza daxil olan insanlar bizə bir şeylər öyrədir. Bir şeylər öyrətdikdən sonra isə ondan sonra həyatımızda qalıb yenidən davam etməsinə biz qərar veririk. İstəyir dostluq olsun, tanışlıq, sevgi münasibətləri. Amma bu münasibətlərin hər birini nəzərdə tuturam. Və mən bundan sonra, bu da radikal bağışlanma kitabını oxudum. Radikal bağışlanma kitabını oxuduqdan sonra bunların fərqinə vardı. Fərqinə vardıqdan sonra insanlara o şəkildə baxmağa başladım ki, bu günə qədər həyatımda var olan insanlar mənə nəyi öyrətmək istəyib. Çünki məsələn, bunun fərqinə varmadığımız zaman eyni insanlarla qarşılaşırıq. Məsələn, mənim tanışlarımdan bəziləri deyir ki, mən münasibətlərimdə, sevgi münasibətlərimdə həyatıma ancaq eyni insanları çəkirəm, eyni zərbəni alıram. Bax, niyə belə olur? Bunu dediyi zaman mən dedim ki, sən bunu düşün də. Bəlkə sənin ən böyük qorxun sənə xəyanət olunmasıdır və sənə xəyanət olunur buna görə də. Sən xəyanatın sadəcə olaraq səninlə bağlı bir şey olmadığını, onunla bağlı olan bir şey olduğunu və yaxud da ki, ilgi, sevgisizliyi hiss edirsən, sən düşünməlisən ki, mənim nəyə görə bu sevgiyə ehtiyacım var da. Ola bilərsə atanın, ananın qarşılamadığı sevgini hal-hazırda ilişkində qarşı şəxsə, partnerinə yükləmək istədiyinə görə, o da təbii ki də qarşıdakı şəxsi sevgili olaraq görmək istədiyinə görə, sənin atan, valideyni, yəni ata-ananın olmadığına görə, yorulduğuna görə o da sənin sevgini verə bilmir. Bəzən də biz sevginin nə olduğunu belə bilmirik. Yəni bilmədiyimiz halda birisindən sevgi gözləyirik. Nəyə görə? Çünki axı sosial şəbəkələrdə, filmlərdə, dizilərdə belədə aşırı mükəmməl ilişkilər, sevgilər, vaz keçilməyən dərdindən ölənlər falan filan. Yəni bunlar filmlərdir. Bunu deyim ki, təbii ki də çox gözəl sevgilər var, amma ki problemin olmadığı bir ilişki o qədər də düşünmürəm. Çünki biz ilişkilərdə fərqinə varıq. İlişkilər və münasibətlər qarşı cinsdən yox, ümumi olaraq münasibətlərdə məncə aynə rolunu oynayır onlar bizə. Bizə göstərmək istədikləri şeylər var. Biz bunların fərqinə varırıq. Aynə rolunda olduqlarına görə bunları görməyə bacarırıq və gördükdən sonra hər şey əslində yoluna düşür də. Məsələn, mən ilişkilərdə sevginin nə olduğunu bilmirdimsə, ona baxdığım zaman sevgi, məsələn, hər bir insanın sevgi dili deyilən bir şey var. Mənim sevgi dilimin nə olduğunu kəşf eləməmişəmsə, qarşıdakı insan mənə nə verirsə versin, bu məni tatmin etməyə bilər. Axı, mən nə istədiyimi bilmirəm, sevgi dilimin nə olduğunu bilmirəm. Bunlar isə tamamilə normaldır. Sən insanlara güzgü olaraq görməlisən ki, bu insan mənə həyatımda nə öyrədir. Yəni, dramatikləşdirməkdənsə, yəni bu insan gəldi, mənə bunları yaşatdı, həyatım bərbad oldu. Yəni, mən niyə həmişə ancaq mən bunları yaşayıram?
yaşayıram da, yəni niyə başqa cür insanlarla qarşılaşmıram, hər kəs daha yaxşı insanla qarşılaşarkən mən niyə belə insanla qarşılaşıram deyəndə düşünməlisən ki, həqiqətən də bu niyəni özünə verəndə cavab xarakteri verəsən də, depressiya olaraqdan, belə dramatikləşdirmək, dram queen olaraqdan yox da sadəcə olaraq həqiqətən cavabını tapmaq istədiyin üçün verəsən. Çünki bəzi şeylərin cavabını tapdıqdan sonra fərqinə varsan ki, qarşılaşdığımız insanlar əslində bir güzgüdür. Əslində bir güzgü olduqlarına görə də biz fərqinə varmalıyıq. Onlardan bir şeyləri biz öyrənməliyik. Bəzi şeyləri öyrəndikdən sonra, fərqinə varandan sonra o insandan getməsi də çox normaldır. Çünki artıq sən bilirsən və bundan sonraki münasibətlərində, dostluq, sevgi münasibətlərində daha güclü bağlar quracağını, nəyin fərqinə varmısansa, onu daha doğru edəcəyinin fərqinə varsan. Və məsələn, sən deyirsən ki, okey, mən artıq sevgi dilmə nə olduğunu bilirəm, necə münasibət quracağımı bilirəm, münasibətlərdə necə davranacağımı bilirəm deyirsənsə, evren sənin qarşına bir dənə münasibət çıxarır, deyir ki, demək düzəlmirsən deyirsən, sən gəl baxaq görəsən düzəlmirsənmi həqiqətən? Və qarşına bir insan çıxardır, bir partner çıxardır və sən onunla ilişkiyə başlayırsan, görürsən ki, əgər sən həqiqətən də həll eləmədiyin halda, sadəcə tamam həll eləmişəm, hər şeyə hazıram falan səthi olaraq deyirsənsə, bu münasibətin də digər münasibətlərlə eyni olur. Yox, həqiqətən həll eləmisənsə, evren baxır ki, bu həqiqətən bu problemi həll eləyib və bu ilişkidə hal-hazırda fərqindəlikdədir, fərqindəliyi yaşayıb və sənin münasibətlərin çox yaxşı gedir. Dostluq qurduğun münasibətlər uzun müddət gedə bilir. Yəni bağ qura bilirsən, bağlanma problemi varsa, mən həqiqətən də bağlanma problemi var idi. Bir insana heç bir zaman belə bağlanmazdı da. Yəni okey, düşüncəm siz necə idi? Hər kəs gedə bilər sonuçda. Yəni o qədər də anlam yükləmək lazımdır. Okey, gedəndə də yəni gedə bilər də, normaldır falan. Düşündüm ki, sən niyə bu qədər bağlanma problemi yaşayırsan? Bu əslində bir problemdir də. Sən bir insana bağlanmırsan və özünü acıya bağlamısan da, həqiqətən bir insan getsə mən üzülərəm və üzüntüyə özümü bağlayıram. Nəyə görə buna ehtiyac hissə? Çünki mən çox qəşəng də ağlamağı bacarıram. Yəni bunu niyə eləyəsən ki? Yəni çox mənasız gələn bir şey idi və mən bunun hər birinin fərqinə vardım. Və onu deməyə çalışıram ki, insanlara sadəcə olaraq, necə deyim, sizi əks etməyə gələn insan olaraqdan, sizdən bir şeyləri almağa çalışan, yəni mənim həyatımdakı insanlar pis insanlardır, yəni ki, niyə mənim həyatımda yaxşı insanlar yoxdur deyə dramatikləşdirməkdənsə, fərqinə varın ki, həm onlar bizdən bir şey daşıyır, onların məsələn, bəzi qıcıqlandığımız xarakterlər bizdə də var olan bir şey. Məsələn, mən eqolu bir insanım, deyəsən. Tam olaraq deməyim də, mən eqolu bir insanım və eqolu bir insanla qarşılaşdığımda gördüm ki, həqiqətən bu insan mənə qıcıq verir də, yəni qıcıqlanıram ki, bu nə eqodur da, bu nəyin nəsidir, yəni. Sonra durdum düşündüm ki, bu mənə qıcıqlandırır, çünki bu məndə də var axı və mən bunu çoğu zaman göstərmirəm. Və bunu göstərmədiyimə, gizlədiyimə görə də bundan üzləşməmişəm və önəmli olan odur ki, bundan üzləşməm. Əgər mən bununla üzləşsəm, fərqinə varsam ki, məndə də bu eqo var və bu eqonun yaranma səbəbi nədir, bunu necə həll edib? Eqo da normal bir şeydir, amma dozunda hər bir şey zaten normaldır. Bunun fərqinə varsam, bunu özümdə həll eləsəm, artıq qarşıma çıxan insanlar da bu eqo problemini yaşamaram və mənə bu qədər negativ təsir etməz də, yəni bu durum deyə. Bunları həll etmişəm qısacası, çox şey həll eləmişəm. Və davamlı olaraq xoşbəxt olmaq arzusu var. Yəni bir şeyləri mən hər zaman gələcəkdə məsələn bunu əldə eləsəm xoşbəxt olacağam, bu olarsa xoşbəxt olacağam. Bunlar hamısı illüziyadan ibarət və biz illüziyaların hər birini özümüz yaradırıq. Yəni sadəcə bir yaşam var. Yaşaya bildiyin qədər mükəmməl bir həyat yaşamağı seç. Nə qədər mükəmməldirsə təbii ki də. Və mən xoşbəxt olmağı, xoşbəxtliyi arzulamıram, gözləmirəm. Çünki var olan hər şey o qədər mükəmməl, o qədər gözəldir ki, bu zaten yetərlidir. Bir şeyləri dəyişmək, sadəcə olaraq dəyişmək deyil də özümə sadəcə güzgü tutub bəzi şeyləri öyrənirəm. Yəni illa bir dəyişmə çabam, buna görə enerji sərf eləmək kimi bir duyğum yoxdur. Çünki bir şeylər dəyişmək istədiyi zaman dəyişir. Mən ona hazır olduğum zaman zaten dəyişir. Və hazır olduğum zaman dəyişən bir sürü şeylər var ki, saatlarla danışmam lazımdır. Amma hal-hazırda işə getməm lazımdır. Hələlik məncə bu qədər yetərli idi. Yenə bu qədər çox danışmaq mənim üçün hər zaman olduğu kimi çox xoş idi və çox da mükəmməl bir şey idi.